Duanın 3 əsas təməli var. 1. Biləsən ki, kimdən istəyirsən. Bir gün İmam Sadiq əleyhissalamdan soruşdular ki, dua edirik, duamız qəbul olmur. Niyə? İmam buyurdu ki, çünki çağırdığınız kəsi tanımırsınız. Bəli, çağırdığın kəsi tanımaq çox önəmlidir. Və təəssüflər olsun ki, insanların əksəriyyəti insana bənzər bir varlığı çağırırlar. Lakin bilmək lazımdır ki, Allah əsla məxluqatına bənzəmir və onu doğru düzgün tanımaq lazımdır. 2. Necə çağırırsan? Bu da çox önəmlidir ya. Əgər sən çağırdığın kəsi tanısan, onun qarşısında özünü aparmağı da biləcəksən. Qürur, təkəbbür, zirehindən çıxacaqsan. Allahdan ağa kimi yox, bir bəndə kimi istəyəcəksən. Üçüncü əsas, nə üçün istəyirsən və ya nə istəyirsən? Allahı tanısaq, özümüzü necə aparmağı bilsək, nə istədiyimizi də biləcəyik.